Anlaşır. Nəzərə alsaq ki, bundan öncəki Belarus və Rusiyanın hərbi təlimlərindən sonra birbaşa olaraq Ukraynaya hərbi müdaxilə oldu. Çox güman ki, bu müşahidə qrupunun göndərilməsi, xüsusilə NATO-dan müşahidə qrupunun göndərilməsinin əsas məqsədlərindən biri bundadır ki, biz burdayıq, biz nəzarət edirik. Eyni zamanda biz görürük ki, Belarusla Amerika Birləşmiş Ştatları arasında müəyyən bir isinmələr var. Belarus 57 siyasi məhbusu azad edib və 1000-ə yaxın siyahı var və onların da tezliklə azad olunması barəsində qərar qəbul olunacağını bildirib Aleksandr Lukaşenko. Eyni zamanda da biz görürük ki, Amerika Birləşmiş Ştatları Belarusun aviasiya şirkəti olan Belavia üzərində sanksiyaların qaldırılması üzərində də çalışır. Və belə olduğu təqdirdə biz görə bilərik ki, Amerika Birləşmiş Ştatlarının məhz burada bu təlimlərdə iştirakı həm nəzarətdir, həm bu deməkdir ki, biz əlaqələri bərpa etmək istəyirik. Eyni zamanda da bu bir növ NATO hərbçiləri tərəfindən, xüsusilə Amerika Birləşmiş Ştatları hərbçiləri tərəfindən həm psixoloji, həm hərbi real döyüş hazırlığının öyrənilməsi, həm də eyni zamanda da deməli digər ssenarilərin nəzərdən keçirilməsinin bir növ kəşfiyyatı da kəşfiyyat kimi də qəbul etmək olar. Səbəblər çoxdur və Amerika Birləşmiş Ştatlarının məhz burada olması artıq bu deməkdir ki, Amerika Birləşmiş Ştatları Rusiyanın ən yaxın müttəfiqinin ərazisinə daxil olurlar. NATO müşahidəçiləri daxil olur. Bu əslində Amerika Birləşmiş Ştatlarının üstünlüyünü göstərir və göstərir ki, Belarus əslində sanksiyaların yumuşaldılmasına və əməkdaşlığın qurulmasına maraqlıdır. Sizcə, yəni bu Belarus əlbəttə ki, Birləşmiş Ştatlarla münasibətlərini normallaşdırmaq istəyir və siyasi məhbusların buraxılması bu kimi addımları səsləndirdiniz. Amma yəni Rusiya icazə verməsə və yaxud Rusiya tərəfi buna xoş baxmasa bu mümkün idimi? Təbii ki, bu mümkün deyil idi. Ona görə də bu birbaşa olaraq Rusiya tərəfindən deyil, bu Belarus vasitəsilədir. Çünki Aleksandr Lukaşenko elə bir siyasətçi deyil ki, ona hər zaman arxalanmaq olar və istənilən bir uyğun bir zamanda çox güman ki, Putinlə də çəkilə bilər, Putin yanından da çəkilə bilər. Amma hal-hazırda Putin təbii ki, icazəsi demək, amma Rusiyanın və Putinin bildirilişi nəticəsində bu hadisələr baş verir. Yəni Putin bildirilib ki, bu baş verir və o da etiraz etməyib. Və burada icazəli məsələdir, burada etiraz etməmək kimi məsələdir və hal-hazırda da məhz bunun edilməsi yaxınlaşmağa doğru bir addım kimi qiymətləndirilə bilər və eyni zamanda da hal-hazırda elə bir addım atılmayıb ki, Rusiyanı qıcıqlandırsın. Yəqin ki, siz burada yaxınlaşma dedikdə Birləşmiş Ştatlar, Belarus və Birləşmiş Ştatlar Rusiyanı nəzərdə tutursunuz. Çünki həm belə deyək də, Rusiya ilə Amerika Birləşmiş Ştatlarının hər hansı bir ortaq gəlməsi Belarus vasitəsilə. Yəni Ən azından Belarus üzərindən Ukrayna hücum edilməyəcək, Belarus üzərindən NATO'nun ölkələrinə hücum edilməyəcək. Biz görürük Rumıniya üzərindən